Şəhidlərimizə hörmət və ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Respublikamızın hər yerində olduğu kimi Quba rayonunda da şəhidlərimiz anılır. 27 sentyabr o qürurverici zəfər tarixinin, şanlı zəfər dastanının yazılmağa başladığı günü anmaq üçün bugün hər kəs, dövlət rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, bütün rayon ictimaiyyəti şəhidlərimizin məzarı başında, onların valideynlərinin şəhidlərimizin məzarı üzərinə gül dəstəsi düzüb, onların əziz xatirəsini yad etdilər. Mənim oğlum xüsusi təyinatlı əsgər olub, Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı əsgəri olub. Mən fəxr edirəm ki, mən bir şəhid anasıyam. Biz qürurla şəhidlərimizi bugün anırıq. Bugün şəhidlərimizin şəhidliyindən 5 il keçib. Vətən sağ olsun deyirik. Mən o qədər duyğusalım, o qədər yerdə, göydə yer tapmasam da, belə məzarlıqda özümü rahat sayıram ki, oğullarım rahat yatın. Bugün ona görə rahat yatın ki, bizim 20% torpaqlarımız işğal altındaydı. Bugün bizim elə bir düşmənlərimizin o torpaqlarda gözü var idi. Biz torpaqlarımızı düşmənlərimizdən azad etdiyimiz üçün fəxrlə o igidlərə baxıram. Deyirəm, məqamınız uca olsun, siz qalibsiz. Əlbət ki, qalib ölkənin qalib oğulları olacaqdır. Fəxr edirəm ki, bir şəhidin anasıyam. Anım tədbirində çıxış edənlər bildirdilər ki, Vətən müharibəsinin başlanmasından 5 il ötür. 2020-ci ilin sentyabrın 27-sində Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin erməni hərbi təxribatlarının döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün cəbhə boyu əks hücum əməliyyatlarına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əskər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq və birlik kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Bugün 27 sentyabr 2020-ci ildə baş vermiş Vətən müharibəsinin anım günüdür. Və mən də bu yolla qazi oldum və bütün şəhid qardaşlarıma Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Sonra tədbir şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanının ərazisində ağacəkmə aksiyası ilə davam etdi. İstəyir 1-ci Qarabağ müharibəsində, istəyir Vətən müharibəsi dövründə Qubamızın övladları da, oğulları da, mərd igid övladları da 300 nəfərdən yuxarı, 304 nəfər bizim rayonumuzun şəhidi var. Məhz onların xatirəsinə ucaldılmış olan bu müqəddəs məkanda son aylar ərzində Rayon İcra Hakimiyyətinin başı hörmətli İlqam müəllimin rəhbərliyi, təşkilatçılığı və təşəbbüsü ilə geniş miqyaslı abadlıq, quruculuq işləri aparılır və artıq məhz bu tarixdə də işlər yekunlaşıb. Bugün bu müqəddəs məkana rayonumuzun minlərlə vətəndaşı, rayon sakini gələrək şəhidlərimizin ölməz xatirələrinə öz ehtiramlarını bildirirlər. Saat 12-də şəhər ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Nəqliyyat vasitələri və piyadaların hərəkəti dayandırıldı. Nüşabə Baxşıyeva, Çingiz Qədimov, xüsusi olaraq Denas TV üçün.